bu həyatın bugündən sabaha ümidi yoxdur. Çünki bir anda belə görməmək, toxunmamaq var. Bir anda belə demək istədiklərini, bölüşmək istədiklərini bundan sonra heç bir vaxt çatdıra bilməmək var. Bu həyatı bizdən öncəkilər də yarı-yarımçıq yaşadı. Bizim də hardasa yarı qalacaq bir günümüz, bir hekayəmiz var. Heç vaxt heç bir insan heç yaşda həyatdan doymur. Bunu hansı yaşda dünyasını dəyişirsə dəyişsin, hər kəs gözü açıq gedir bu dünyada. Ən ağır ağrıları, acıları yaşayan, ən ağır durumda, belə yataq xəstəsi olacaq, son günü olmayacaq bir insan olsa, hətta dünyanın ən güclü, ən savadlı həkimləri belə bir neçə saatı qalıb deyəcəyi bir xəstəyə də yaxınlaşsan, yenə də Allah kərimdir. Allahdan ümid kəsilməz deyəcək.